Herkese salam. Severek hazırladığım ve karşınıza severek geldiğim güzel bir eğitim dolu bir ses zapt edirəm sizler için. Niye göre çok sevirəm? Çünkü həqiqətən də öz üzerimizde, komandamız üzerinde işlemişik, işlediğini görmüşük. Ona göre sizinle paylaşıram. Kitaplardan götürülüb, eğitimlerden götürülüb, çok değerli, bahalı təlimlərdən götürülüb. Ona göre uygulayın ve onun nəticəsini görün. Demek başlayaq. Arzular. Siz bilirsiniz ki 8 temel daşının en önemli kısmı da arzu. Arzu böyük olmalıdır ki sənə ona doğru giderken, onunla mübarizə edərkən çoxlu gücünüz olsun. Deməli başlayaq. Arzular necə yazılmalıdır? Birinci, arzularınızı indiki zamanda yazırıq. Məsəl üçün evimizi artıq almışıq. Evimizi artıq tikmişik. Sonra güzel bir proyekt yaratmışam. Arzularımın arzusu olan ne bileyim süt şirketini indi ağlıma süt şirketi geldi və yaxud da ne bileyim Nike şirketi yaratmışam. Sonra indi devam edək. İkincisi, heç vaxt mən istəyirəm yazmayın deməyin. Yani istekler hareket bitmir. Daim isteyeceksiniz. Yani ki ben istəyirəm demək olmaz. Niye o demək olmaz? Çünkü bu bir konkret bir arzu değil. Mən istəyirəm. Sən ömrü billah istəyib elə istəyirsə də ölə bilərsən də. Yəni mən hər il istirahət etmək istəyirəm. Hər il də istirahət etmək istəyəcəksən, amma burada bir konkret bir necə deyim, şuuraltıya göndəriləcək heç bir şey yoxdur burada. Sadəcə istəyinizi artıracaq o qədər. Ama siz desəz ki, mən yoldaşımla 2025-ci ilin mart ayında Kanada'ya uçtum. Və yaxud da Kanada'ya uçduğum üçün çox huzurluyum, çox xoşbəxtəm, çox bəxtəvərəm məsəl üçün. Bax o zaman gedəcəksiniz. Çünki siz burada həm gedəcəyiniz ölkəyi dəqiq deyirsiniz, həm ili dəqiq deyirsiniz və s. Və yaxud da biz yoldaşımla 2025-ci il ərzində 8 ölkəni və 8 ölkələrə hansını istəyirsiniz yazmalısınız. Seyahat etdik. Üçüncü arzuların qaydası, özünüzə sınırlar, qadağalar qoymayın. Yəni necə sınırlar, qadağalar qoymayın? Yəni pulunuza görə arzuları yazmayın. Tutaq ki, deyək ki, siz 200 manat maaş alırsınızsa, oturub düşünməyin ki, mən 200 manat maaş alıram. Mən hansı ağılla, yaxud da nəyə əsasən durub arzu yaza bilərəm ki, mən tutaq ki, nə bilim 100 min manatlıq ev istəyirəmsə, hesablayıram, vururam, bura bir görürəm ki, mən yeməyimi güclə çatdıram, bunu necə eləyə bilərəm? Mümkün deyil. Xeyr, biz arzuları yazarkən hədəflərimizi çox yüksək tutmalıyıq. Arzularımızı çox böyütməliyik. Siz arzu yaza göreceksiniz ki siz büyük arzular yazmağı bilmirsiniz. Çünkü beyin buna hazır değil, şuuraltı buna hazır değil. Elə insanlarla qarşılaşmışıq ki arzu yazmağı belə bilmir. Çünkü heç vaxt bunu etməyib. Çünkü ancaq qarnı üçün güclə qazanıb, ona görə başka şeyler düşünebilmeyip beyin. İndi siz ise beyninizi büyük hedefleri, büyük arzuları yazmalısınız. Tutaq ki sizin artıq arzularınızı gerçəkləşdirəcək bütün imkanlarınız var. Oturub belə arzuları yazmalısınız. İstədiyiniz maşını, istədiyiniz evi, istədiyiniz işi, istədiyiniz maaşı və s. Məsələn, mən öz avtomobillə gəzməyə gedirəm. Mən öz avtomobil də deyəndə siz hansı avtomobil? Məsəl üçün mən Nissan Sunny qırmızı, indi siz maşının adını da deməlisiniz, maşının nömrəsinə qədər, maşının modelinə qədər, rənginə qədər, nə bilim mən neçənci ili olmağına qədər. Yəni siz bunların hamısını yazmalısınız. Və özüm, yoldaşım, bir də burada nəyə demək istəyirdim? Özünüzə sınırlar qoymayın məsələsində. Yəni istədiyiniz hər bir şeydə gəzməyi,
səyahət etməyi, avtomobili, yəni həyatınızda başqalarına həsədlə baxdığınız hər hangi bir şey var ha. Gəzmək olsun, yurt dışına getmək olsun, oxumaq olsun. Yaşınız neçə olursa olsun, heç bir zaman istəməkdən, arzulamaqdan vaz keçməyin. Çünki kimin gələcəkdə nə olacağı bunu heç kimsə bilmir. İndi davam edirik. Deməli, dördüncü arzumuz, yəni burada общий zaman sınırı qoymayın. Общий zaman sınırı nə mənada deyirəm? Ümumi zaman sınırı qoymaq olmaz. Məsəl üçün, deməməlisiniz ki, məsəl üçün, mən yazda özümə maşın alacağım. Hər il yaz olur və yazın da 3 ayı var, bilirsiniz. Bu konkret deyil. Arzular konkret olmalıdır, aydın olmalıdır. Çünki siz nə istədiyinizi özünüz bilmirsinizsə, bunu nə Allahdan istəyə bilərsiniz, nə ətrafınızdan istəyə bilərsiniz, nə də şuur altınızdan istəyə bilərsiniz. Siz şuur altınıza impuls göndərirsiniz də, yəni onu yazarkən şuur altınıza net bir mesaj göndərirsiniz ki, o həftələr, aylar içərisində oraya yavaş-yavaş işləyəcək. Əgər siz bir şeyə 50 il ərzində nail olacaq edirsə, düşünün 5 il ərzində nail olacaqsınız. Çünki biri var ki, sadəcə fikirdə olsun, biri də var ki, şuurda, fikirdə yox, şuurda və şuuraltıda olsun. Şuurda olmaq önəmli deyil, konkret şuuraltıya oturmalıdır. Deməli, başa düşdünüzsə, yəni tutaq ki, mən yayda, nə bilim, Elana Svya statusuna çatacağam. Hansı yayda, hansı ilin yayında? Yay da demək olmaz, hansı ayda? Yəni yayın da 3 dənə ayı var. Ona görə siz deməlisiniz ki, mən tutaq ki, iyul ayının 2025-ci ilin iyul ayının 2-ci həftəsi və yaxud da nə bilim 25-i, necə istəyirsiniz, çox gözəl ev aldım. Maksimumda detay verin. 2 mərtəbəli, nə bilim, nə arzunuz varsa, patoloqun hündürlüyü, nə bilim, evin içində nələr olar, nələr yerləşənə qədər, kravatın fasonuna qədər, nə bilim, qapının rənginə qədər, nə qədər maksimum detay versəniz, bilin ki, o maksimumda sizin qarşınıza çıxacaq. Davam edirik. 5-ci arzuların yazma qaydası da odur ki, siz arzuları ancaq özünüz üçün yaza bilərsiniz. Yəni ki, öz arzularınızı yaza bilərsiniz. Başqasının yerinə yazmaq arzu olmaz. Məsələn, yoldaşın yerinə arzularını yaza bilməzsiniz. Amma, yəni, necə yaza bilərsiniz? Belə deyim də sizə. Mən yoldaşımın maaşını yüksəltdikləri üçün çox huzurluyam. Və yaxud da bütün ailə üzvlərim sağlam olduğu üçün çox xoşbəxtəm. Necə yazmaq olmaz. Mən istəyirəm ki, yoldaşımın maaşı yüksək olsun. Belə yazmaq olmaz. İstəyirəm, bilirsiniz də, qətiyyən olmaz. Bir də ki, burada bir konkretlik yoxdur. Və siz yoldaşınızı burada ancaq onunla əlaqədar bir mesaj verirsiniz. Amma siz desəz ki, mən yoldaşımın maaşını yüksəltdikləri üçün və yaxud da yoldaşımın maaşı 2000 manat olduğu üçün çox sevincliyəm. Necə də bir də necə yazmaq olmaz, belə də yazmaq olmaz. Mən ailə üzvlərimin xəstə olmağını istəmirəm. Belə də yazmaq olmaz. Siz yazmalısınız ki, bütün ailə üzvlərim sağlam olduqlarına görə Allahıma minnətdaram, Allahıma şükr edirəm. Necə deyim, çox sevincliyəm, çox huzurluyam, çox xoşbəxtəm. Seçin də indi bu gözəl sözlərdən yazın. Davam edirik. 6-cı arzuların qaydası, arzuları yazarkən plan gibi, məqsəd gibi yazmayın. Yəni, necə bilirsiniz, yəni yüksək tutun. Tutağım ki, mən belə izah eləyim sizə. Bilirsiniz ki, Google şirkətində ya Google kompaniyasında işə girmək çox çətindir. Siz yüksək səviyyədə ingilis dili bilməlisiniz, hansısa bir kurslardan keçməlisiniz, institutun səviyyəsi var, balı var, ortalama bir ton isteklər var.
Siz yazmamalısınız ki mən bu kursu keçdim, bunu elədim, bunu elədim, yəni hədəfə çatmaq üçün. Siz prosta konkret yazmalısınız. Mən Google kompaniyasında işlədiyim üçün çox mutluyam da yaza bilərsiniz, çox xoşbəxt də yaza bilərsiniz. Çox xoşbəxtəm. Və yaxud da mən artıq Google kompaniyasında işləyirəm. Və burada işlədiyim üçün də özümdən fəxr edirəm, belə yaza bilərsiniz. Yəni, nə demək istəyirəm bilirsiniz? Arzuların detaylarına girməyin. Arzu yazarkən detay verin. Maksimum istədiyin gibi xırdalıqlara qədər yazın. Amma o arzuya ulaşmaq üçün çox proseslər etməlisinizsə, çox mücadilələr, məqsədlər qoymalısınızsa, onları yazmayın. Qətiyyən yazmayın. Niyə bilirsiniz? Çünki siz məqsəd yazmırsınız, arzu yazırsınız. Onsuz da sizin o məqsədlərə ulaşmaq üçün yavaş-yavaş pillə-pillə edəcəyiniz aylıq məqsədləriniz olacaq bu işlə bağlı və yaxud etdiyiniz işlə bağlı, əlavə işlə bağlı. Və onları yaza siz o hədəfə günü-gündən yaxınlaşacaqsınız onsuz da. Ona görə gerek yox. Yəni başa sala bildim də sizə. Arzu yazarkən maksimum xırdalıqlara qədər hər şey istədiyiniz gibi yazırsınız. Amma imkanınıza görə və yaxud nə bilim o pillələri, etapları hansı ki o arzuya gəlib çatacaq, onları yazmayın. Konkret yazın ki, mən məsəl üçün EONUS şirkətinin investoru olduğum üçün Allaha minnətdaram. Və yaxud da mən artıq EONUS şirkətinin investoruyam. Daha yazmayın ki, EONUS Viyanı keçməliyəm, sonra Argento'yu keçməliyəm, sonra nə bilim nə. Yəni bu aid arzular dəftərində yazılan arzulara. Məqsədlərdə isə bunu yazmaq olar. Öncə məqsədlərdə isə pillə-pillə gedəcək. Öncə EONUS Viya, sonra pillə ilə digərləri. Başa sala bilirəm də, amma şəxsi arzular, istəklər, siz bunları yavaş-yavaş yazmalısınız ki, o yazmağı öyrənəsiniz. Çox uzatdım. İndi gedək 7-ci arzuya. Yəni 7-ci arzu edərkən qurala. Bura paradır. Burada para ilə əlaqədar sırf mən çox pul istəyirəm, mənim çoxlu pulum var, mən çox başımdan pullar tökülür, nə bilim, belə şeylər yazmaq olmaz. Yəni bu arzunun kurallarından biridir. Arzu yazarkən necə yaza bilərsiniz pulla əlaqədar? Belə yaza bilərsiniz. Mən zənginlik, bolluq içində yaşayıram. İstədiyimi hər şey ala bilirəm. Mən huzur, sevgi içində yaşayıram. Pul mənə asan, tez, hər yerdən gəlir. Belə şeylər yazmaq olar. Yəni sırf başımdan pul tökülür, nə bilim pulun içində üzürəm, nə bilim mən pullar ətrafımda fırlanır. Belə arzular yazmaq olmaz. Yəni pul da yazanda elə yazmalısan ki, mən izah etdiyim kimi. İndi keçirik 8-ci arzunun şərti. Bu kreditdir. Kredi sözü istifadə etmək olmaz. Borc sözü istifadə etmək olmaz. Ümumiyyətlə negativ heç bir şey istifadə etmək olmaz. Siz deyə bilərsiniz ki, heç kimə borcum olmadığı üçün çox xoşbəxtəm. Belə olar. Heç kimə borclu deyiləm. Heç kimə artıq borcum yoxdur. Demək olmaz ki, mən kreditimi bağladığım üçün çox xoşbəxtəm. Belə yazmaq olmaz. Yazmayın belə. Kredit sözünü istifadə etməyin. Borc sözünü istifadə etməyin. Yəni əslində belə demək olar. Yəni ki yəni borc, kredit sözü götürmək olmaz. Kredit yəni ki bir negativdir. Kredit daha da krediti şuuraltıya bağlayır. O necə ki biz negativ düşünürük və negativ həyatımızda çoxalır. Kredit də həmçinin. Krediti çox düşünərsinizsə həyatınızda kredit çoxalır. Ona görə kredit sözünün yerinə yəni heç kimə borcum olmadığı üçün çox xoşbəxtəm yaza bilərsiniz. Amma krediti bağladıqdan sonra ümumiyyətlə heç borc sözünü də istifadə etməməyə məsləhət görərdim sizə. Çünki mən çalışıram ki, nə borc, nə kredit, nə negativ heç bir şey istifadə etməyim. Amma həyatınızda kredit varsa,
heç kimə borclu olmadığım üçün çox xoşbəxtəm yazın. Kreditə bağladıqdan sonra o borc sözünü belə artıq kullanmayın, yaxşımı? Bunu necə sizə düzgün izah edim deyə biraz düşündüm, amma yazdıq. İndi də davam edək. 9-cu arzuların qaydası odur ki, heç bir zaman prestij, mod, dəbdəbə, nə bilim, şeylərin arxasınca getməyin. Sizi mutlu və xoşbəxt edən şeylərin arxasınca gedin və elə də planlarınızı yazın. Tutaq ki, siz Samsung telefonunu seçirsiniz, sevirsiniz, bəyənirsiniz, amma ətrafınızda hamında iPhone-dur deyə həm gedib bahalı iPhone alıb, həm də başqalarının gözünə girib, həm də borca girməkdənsə, yəni lütfen o Samsung telefonunu alın, öz istədiyiniz sevdiyiniz telefonu, qalan pulla da özünüzə balaca bir biznes qurun. Nə bilim, mən yeni bir işə başlayın, tutaq ki, Eyanas şirkətinin üzvü olun, məsəl üçün də bir biznes plan alın gibi. 10-cu arzuların şərti isə orada deyir ki, bu kəlmələri istifadə etmək olmaz. Yazarsınız, olmasın, istəmirəm, yaxşı ki, olar, İstərdim, olacaq, etmək, götürəcəm, kuracağım, kazanacağım, kazandıracağım, edəcəm, olmaq, olmasıdır, olmağı, görməyi, işləməyi, işdə, işləməyi. Bu kəlmələr kullanılmamalıdır. Arzular indiki zamanədə etmişəm, olmuşam, artıq var, mənimdir. Yəni ki, bacarmışam, etmişəm, yaşayıram. İndiki zaman. Bir də belə şeylər də yaza bilərsiniz. Mən hər gün yeni pulsuz dərslərə, marafonlara qatılıram. Mən hər gün yeni məlumatlar alıram. Yeni bilgilər öyrənirəm. İndi keçək bir də sizə bunu da deyim və daha da dərinə getmək istəmirəm. Biz arzuları yazarkən ancaq iş barəsində, ancaq sevgi barəsində və yaxud da ancaq nə bilim, həyatımızın konkret bir tərəfindən yaza bilmərik. Mütləq arzular yazılanda ailədə deyil, həyatımızda bir sosial varlığıq da, yəni həm sosial bir toplumun içində oluruq, var oluruq, yaşayırıq. Bir də öz balaca ailəmiz, doğduğumuz ailəmiz olur və yaratdığımız ailəmiz olur, hobilərimiz olur. Yəni ümumiyyətlə bir insanı götürün, həm evdə, həm çöldə, həm nə bilim mən, həm işdə, həm parkda, həm nə bilim bulvarda, nə bilim, fark etməz. Bir kişini bütöv olaraq dəyərləndirmək lazımdır və arzu yazaraq da bütöv yazmalısınız. Necə? Yəni həm ailənizə aid yazılmalıdır arzular, həm də işinizə aid, həm də şəxsən özünüzə aid bəzi şeylər. Nə demək istəyirəm bilirsiniz? Yəni arzular nəyi əhatə etməlidir? Həm münasibəti, birincisi, həm münasibəti, arzu yazarkən münasibət haqqında da yazın, ailə, yoldaş, uşaqlar, qohumlar. İkincisi də arzular nəyə əhatə etməlidir? Ətraf, çevrə, dostlar, iş yoldaşları. Üçüncüsü bu rütbədir, yəni rütbələr, statuslar. Dördüncüsü nəyi? Yaşam kalitəsi, bütçə, maaş, maddiyat. Bunun haqqında yazmalısınız, hədəflər. Sonra beşincisi sağlıq mütləq yazılmalıdır. Arzuların içərisində dış görünüş, vücud sağlığı, ideal çəki. Yəni arzular yazarkən bu punktları da unutmayın, xahiş edirəm sizdən. 6-cı ruh sağlığı, sənət, din, meditasiya gibi. 7-ci hobi, səyahət, istirahət. 8-ci isə inkişaf, kitab oxuma, kurs, dərs gibi. Yəni çalışın ki, məsəl üçün bir arzunuz hobinizə aid və yaxud da səyahətə aid, istirahətə aid olsun. Biri inkişafa aid, biri ruh sağlığına, meditasiyaya, dinə, sənətə, ibadət etmək istəyirsiniz, onun barəsində yazın, gündə neçə dəfə, necə. Sağlıq haqqında, kilonuz haqqında, yaşam kalitəsi, büdcəniz, maaşınız, hansı vəzifə, hansı rütbəyə gəlmək istədiyiniz, ətrafınızdakı dostları belə yazmalısınız, iş yoldaşları belə yazmalısınız ki, belə insanların işləyirəm, belə elə, ailə, yoldaş, uşaqlar və sizin üçün dəyərli olan qohumlar. Belə. Yəni qısa konkret bu qədər izah edə bildim. Arzuların bu yazılma əsas qaydaları idi ki, negativ kəlmələr istifadə etməyin. Kreditiniz varsa, təkrarlayıram, kredit sözünü kullanmayın. Öncə borc yazın. Onu dediyim gibi.
borcunuzu da uca kredit kapandıqdan sonra uca borc kəlməsini də kullanmamağa çalış. Çünki əslində də ikisi də negativdir. Amma borcu yenə kullanmaq olar, kreditiniz varsa. Amma kreditiniz yoxdursa heç borc da kullanmayın. Belə. Çünki borc başqa insanın köləsi olursan da, yəni kiməsə borclu qaldınsa və yaxud da kiməsə borc verdinsə, genəldə o iki başlı köləlik gibi görəm onların ikisində. Yəni belə. Bugünlük bu qədər. Hər kəsə salam. Severek hazırladığım və qarşınıza severek gəldiyim gözəl bir eğitim dolu bir səs zapis edirəm sizlər üçün. Niyə görə çox sevirəm? Çünki həqiqətən də öz üzərimizdə, komandamız üzərində işləmişik, işlədiyini görmüşük, ona görə sizinlə paylaşıram. Kitablardan götürülüb, eğitimlərdən götürülüb, çox dəyərli, bahalı təlimlərdən götürülüb. Ona görə uygulayın və onun nəticəsini görün. Demək başlayaq. Arzular. Siz bilirsiniz ki 8 təməl daşının ən önəmli kısmı da arzu. Arzu böyük olmalıdır ki, sənə ona doğru gedərkən, onunla mübarizə edərkən çoxlu gücünüz olsun. Deməli, başlayaq. Arzular necə yazılmalıdır? Birinci, arzularınızı indiki zamanda yazarıq. Məsəl üçün, evimizi artıq almışıq, evimizi artıq tikmişik. Sonra gözəl bir proyekt yaratmışam. Arzularımın arzusu olan, nə bilim, süt şirkətini, indi ağlıma süt şirkəti gəldi. Və yaxud da, nə bilim, Nike şirkəti yaratmışam. Sonra, indi davam edək. İkincisi, heç vaxt mən istəyirəm yazmayın deməyin. Yəni, istəklər hərəkət bitmir, daim istəyəcəksiniz. Yəni ki, mən istəyirəm demək olmaz. Niyə o demək olmaz? Çünki bu bir konkret bir arzu deyil. Mən istəyirəm. Sən ömrü billah istəyib, elə istəyirsə də ölə bilərsən də. Yəni, mən hər il istirahət etmək istəyirəm, hər il də istirahət etmək istəyəcəksən, amma burada bir konkret bir, necə deyim, şuuraltıya göndəriləcək heç bir şey yoxdur burada. Sadəcə istəyinizi artıracaq o qədər. Amma siz desəz ki, mən yoldaşımla 2025-ci ilin mart ayında Kanadaya uçdum. Və yaxud da Kanadaya uçduğum üçün çox huzurluyum, çox xoşbəxtəm, çox bəxtəvərəm məsəl üçün. Bax o zaman gedəcəksiniz. Çünki siz burada həm gedəcəyiniz ölkəyi dəqiq deyirsiniz, həm ili dəqiq deyirsiniz və s. Və yaxud da biz yoldaşımla 2025-ci il ərzində 8 ölkəni və 8 ölkələrə hansını istəyirsiniz yazmalısınız. Səyahət etdik. Üçüncü arzuların qaydası, özünüzə sınırlar, qadağalar qoymayın. Yəni, necə sınırlar, qadağalar qoymayın? Yəni, pulunuza görə arzuları yazmayın. Tutaq ki, deyək ki, siz 200 manat maaş alırsınızsa, oturub düşünməyin ki, mən 200 manat maaş alıram. Mən hansı ağılla, yaxud da nəyə əsasən durub arzu yaza bilərəm ki, mən tutaq ki, nə bilim, 100 min manatlıq ev istəyirəmsə, hesablayıram, vururam, buraya bu görürəm ki, mən yeməyimi güclə çatdıram, bunu necə eləyə bilərəm? Mümkün deyil. Xeyr, biz arzuları yazarkən hədəflərimizi çox yüksək tutmalıyıq. Arzularımızı çox böyütməliyik. Siz arzu yaza görəcəksiniz ki, siz böyük arzular yazmağı bilmirsiniz. Çünki beyin buna hazır deyil, şuuraltı buna hazır deyil. Elə insanlarla qarşılaşmışıq ki, arzu yazmağı belə bilmir. Çünki heç vaxt bunu etməyib. Çünki ancaq qarnı üçün güclə qazanıb, ona görə başqa şeylər düşünə bilməyib beyin. İndi siz isə beyninizi böyük hədəfləri, böyük arzuları yazmalısınız. Tutaq ki, sizin artıq arzularınızı gerçəkləşdirəcək bütün imkanlarınız var. Oturub elə arzuları yazmalısınız. İstədiyiniz maşını, istədiyiniz evi, istədiyiniz işi, istədiyiniz maaşı və s. Məsələn, mən öz avtomobillə gəzməyə gedirəm. Mən öz avtomobil də deyəndə siz hansı avtomobil? Məsəl üçün mən Nissan Sunny qırmızı, indi siz maşının adını da deməlisiniz, maşının nömrəsinə qədər
maşının modelinə qədər, rənginə qədər, nə bilim mən neçənci ili olmağına qədər. Yəni siz bunların hamısını yazmalısınız. Və özüm, yoldaşım, bir də burada nə etmək istəyirdim? Özünüzə sınırlar qoymayın məsələsində. Yəni istədiyiniz hər bir şeydə gəzməyi, səyahət etməyi, avtomobili, yəni həyatınızda başqalarına həsədlə baxdığınız hər hangi bir şey var ha. Gəzmək olsun, yurt dışına getmək olsun, oxumaq olsun. Yaşınız neçə olursa olsun, heç bir zaman istəməkdən, arzulamaqdan vazgeçməyin. Çünki kimin gələcəkdə nə olacağı bunu heç kimsə bilmir. İndi davam edirik. Deməli, dördüncü arzumuz, yəni burada общий zaman sınırı qoymayın. Общий zaman sınırı nə mənada deyirəm? Ümumi zaman sınırı qoymaq olmaz. Məsəl üçün, deməməlisiniz ki, məsəl üçün, mən yazda özümə maşın alacağım. Hər il yaz olur və yazın da 3 ayı var, bilirsiniz. Bu konkret deyil. Arzular konkret olmalıdır, aydın olmalıdır. Çünki siz nə istədiyinizi özünüz bilmirsinizsə, bunu nə Allahdan istəyə bilərsiniz, nə ətrafınızdan istəyə bilərsiniz, nə də şuur altınızdan istəyə bilərsiniz. Siz şuur altınıza impuls göndərirsiniz də, yəni onu yazarkən şuur altınıza net bir mesaj göndərirsiniz ki, o həftələr, aylar içərisində oraya yavaş-yavaş işləyəcək. Əgər siz bir şeyə 50 il ərzində nail olacaq edirsə, düşünün 5 il ərzində nail olacaqsınız. Çünki biri var ki, sadəcə fikirdə olsun, bir də var ki, şuurda, fikirdə yox, şuurda və şuuraltıda olsun. Şuurda olmaq önəmli deyil, konkret şuuraltıya oturmalıdır. Deməli, başa düşdünüz də, yəni tutaq ki, mən yayda, nə bilim, Elana Sviya statusuna çatacağam. Hansı yayda, hansı ilin yayında? Yay da demək olmaz, hansı ayda? Yəni yayın da 3 dənə ayı var. Ona görə siz deməlisiniz ki, mən tutaq ki, iyul ayının 2025-ci ilin iyul ayının 2-ci həftəsi və yaxud da nə bilim 25-i, necə istəyirsiniz, çox gözəl ev aldım. Maksimumda detay verin. 2 mərtəbəli, nə bilim, nə arzunuz varsa, patoloqun hündürlüyü, nə bilim, evin içində nələr olar, nələr yerləşənə qədər, kravatın fasonuna qədər, nə bilim, qapının rənginə qədər, nə qədər maksimum detay versəniz, bilin ki, o maksimumda sizin qarşınıza çıxacaq. Davam edirik. 5-ci arzuların yazma qaydası da odur ki, siz arzuları ancaq özünüz üçün yaza bilərsiniz. Yəni ki, öz arzularınızı yaza bilərsiniz. Başqasının yerinə yazmaq arzu olmaz. Məsələn, yoldaşın yerinə arzularını yaza bilməzsiniz. Amma, yəni, necə yaza bilərsiniz? Belə deyim də sizə. Mən yoldaşımın maaşını yüksəltdikləri üçün çox huzurluyam. Və yaxud da bütün ailə üzvlərim sağlam olduğu üçün çox xoşbəxtəm. Necə yazmaq olmaz. Mən istəyirəm ki, yoldaşımın maaşı yüksək olsun. Belə yazmaq olmaz. İstəyirəm, bilirsiniz də, qətiyyən olmaz. Bir də ki, burada bir konkretlik yoxdur. Və siz yoldaşınızı burada ancaq onunla əlaqədar bir mesaj verirsiniz. Amma siz desəz ki, mən yoldaşımın maaşını yüksəltdikləri üçün və yaxud da yoldaşımın maaşı 2000 manat olduğu üçün çox sevincliyəm. Necə də bir də necə yazmaq olmaz, belə də yazmaq olmaz. Mən ailə üzvlərimin xəstə olmağını istəmirəm. Belə də yazmaq olmaz. Siz yazmalısınız ki, bütün ailə üzvlərim sağlam olduqlarına görə Allahıma minnətdaram, Allahıma şükr edirəm. Necə deyim, çox sevincliyəm, çox huzurluyam, çox xoşbəxtəm. Seçin də indi bu gözəl sözlərdən yazın.
Davam edirik. 6-cı arzuların qaydası. Arzuları yazarkən plan gibi, məqsəd gibi yazmayın. Yəni necə bilirsiniz, yəni yüksək tutun. Tutağım ki, mən belə izah eləyim sizə. Bilirsiniz ki, Google şirkətində ya Google kompaniyasında işə girmək çox çətindir. Siz yüksək səviyyədə ingilis dili bilməlisiniz, hansısa bir kurslardan keçməlisiniz, institutun səviyyəsi var, balı var, ortalama bir ton isteklər var. Siz yazmamalısınız ki, mən bu kursu keçdim, bunu elədim, bunu elədim, yəni hədəfə çatmaq. Siz prosta konkret yazmalısınız. Mən Google kompaniyasında işlədiyim üçün çox mutluyam da yaza bilərsiniz, çox xoşbəxt da yaza bilərsiniz. Çox xoşbəxtəm. Və yaxud da mən artıq Google kompaniyasında işləyirəm. Və burada işlədiyim üçün də özümdən fəxr edirəm, belə yaza bilərsiniz. Yəni nə demək istəyirəm bilirsiniz? Arzuların detaylarına girməyin. Arzu yazarkən detay verin. Maksimum istədiyin gibi xırdalıqlara qədər yazın. Amma o arzuya ulaşmaq üçün çox proseslər etməlisinizsə, çox mücadilələr, məqsədlər qoymalısınızsa, onları yazmayın. Qətiyyən yazmayın. Niyə bilirsiniz? Çünki siz məqsəd yazmırsınız, arzu yazırsınız. Onsuz da sizin o məqsədlərə ulaşmaq üçün yavaş-yavaş pillə-pillə edəcəyiniz aylıq məqsədləriniz olacaq bu işlə bağlı və yaxud etdiyiniz işlə bağlı, əlavə işlə bağlı. Və onları yaza siz o hədəfə günü-gündən yaxınlaşacaqsınız onsuz da. Ona görə gerek yox. Yəni başa sala bildim də sizə. Arzu yazarkən maksimum xırdalıqlara qədər hər şey istədiyiniz gibi yazırsınız. Amma imkanınıza görə və yaxud da nə bilim o pillələri, etapları hansı ki o arzuya gəlib çatacaq, onları yazmayın. Konkret yazın ki, mən məsəl üçün ENS şirkətinin investoru olduğum üçün Allah'a minnətdaram. Və yaxud da mən artıq ENS şirkətinin investoruyam. Daha yazmayın ki, ENS Viyanı keçməliyəm, sonra Argento'yu keçməliyəm, sonra nə bilim nə. Yəni bu ait arzular dəftərində yazılan arzulara. Məqsədlərdə isə bunu yazmaq olar. Öncə məqsədlərdə isə pillə-pillə gedəcək. Öncə ENS Viya, sonra pillə ilə digərləri. Başa sala bilərəm də, amma şəxsi arzular, isteklər, siz bunları yavaş-yavaş yazmalısınız ki, o yazmağı öyrənəsiniz. Çok uzatdım. İndi gedək 7-ci arzuya. Yəni 7-ci arzu edərkən kurala. Bura paradır. Burada para ilə əlaqədar sırf mən çox pul istəyirəm, mənim çoxlu pulum var, mən çox başımdan pullar tökülür, nə bilim, belə şeylər yazmaq olmaz. Yəni bu arzunun kurallarından biridir. Arzu yazarkən necə yaza bilərsiniz pulla əlaqədar? Belə yaza bilərsiniz. Mən zənginlik, bolluq içində yaşayıram. İstədiyimi hər şey ala bilirəm. Mən huzur, sevgi içində yaşayıram. Pul mənə asan, tez, hər yerdən gəlir. Belə şeylər yazmaq olar. Yəni sırf başımdan pul tökülür, nə bilim pulun içində üzürəm, nə bilim mən pullar ətrafımda fırlanır. Belə arzular yazmaq olmaz. Yəni pul da yazanda elə yazmalısan ki, mən izah etdiyim kimi. İndi keçirik 8-ci arzunun şərti. Bu kreditdir. Kredit sözü istifadə etmək olmaz. Borc sözü istifadə etmək olmaz. Ümumiyyətlə negativ heç bir şey istifadə etmək olmaz. Siz deyə bilərsiniz ki, heç kimə borcum olmadığı üçün çox xoşbəxtəm. Belə olar. Heç kimə borclu deyiləm. Heç kimə artıq borcum yoxdur. Demək olmaz ki, mən kreditimi bağladığım üçün çox xoşbəxtəm. Belə yazmaq olmaz. Yazmayın belə. Kredit sözünü istifadə etməyin. Borc sözünü istifadə etməyin. Yəni əslində belə demək olar. Yəni yəni ki yəni borc, kredit sözü götürmək olmaz.
kredit, yəni ki, bir negativdir. Kredit daha da krediti şuuraltıya bağlayır. O necə ki biz negativ düşünürük və negativ həyatımızda çoxalır. Kredit də həmçinin. Krediti çox düşünərsinizsə, həyatınızda kredit çoxalır. Ona görə kredit sözünün yerinə yəni heç kimə borcum olmadığı üçün çox xoşbəxtəm yaza bilərsiniz. Amma krediti bağladıqdan sonra ümumiyyətlə heç borc sözünü də istifadə etməməyə məsləhət görərdim sizə. Çünki mən çalışıram ki, borc, nə kredit, nə ümumiyyətlə negativ heç bir şey istifadə etməyim. Amma həyatınızda kredit varsa, heç kimə borclu olmadığım üçün çox xoşbəxtəm yazın. Kreditə bağladıqdan sonra o borc sözünü belə artıq kullanmayın, yaxşımı? Bunu necə sizə düzgün izah edim deyə biraz düşündüm, amma yazdıq. İndi də davam edək. 9-cu arzuların qaydası odur ki, heç bir zaman prestij, mod, dəbdəbə, nə bilim, şeylərin arxasınca getməyin. Sizi mutlu və xoşbəxt edən şeylərin arxasınca gedin və elə də planlarınızı yazın. Tutaq ki, siz Samsung telefonunu seçirsiniz, sevirsiniz, bəyənirsiniz, amma ətrafınızda hamında iPhone-dur deyə həm gedib bahalı iPhone alıb, həm də başqalarının gözünə girib, həm də borca girməkdənsə, yəni lütfə o Samsung telefonunu alın, öz istədiyiniz, sevdiyiniz telefonu, qalan pulla da özünüzə balaca bir biznes qurun. Nə bilim, mən yeni bir işə başlayın, tutaq ki, Eyanas şirkətinin üzvü olun, məsəl üçün də bir biznes plan alın gibi. 10-cu arzuların şərti isə orada deyir ki, bu kəlmələri istifadə etmək olmaz. Yazarsınız, olmasın, istəmirəm, yaxşı ki olar, İstərdim, olacaq, etmək, götürəcəm, kuracağım, qazanacağım, qazandıracağım, edəcəm, olmaq, olmasıdır, olmağı, görməyi, işləməyi, işdə, işləməyi. Bu kəlmələr kullanılmamalıdır. Arzular indiki zamanədə etmişəm, olmuşam, artıq var, mənimdir. Yəni ki, bacarmışam, etmişəm, yaşayıram. İndiki zaman. Bir də belə şeylər də yaza bilərsiniz. Mən hər gün yeni pulsuz dərslərə, marafonlara qatılıram. Mən hər gün yeni məlumatlar alıram. Yeni bilgilər öyrənirəm. İndi keçək, bir də sizə bunu da deyim və daha da dərinə getmək istəmirəm. Biz arzuları yazarkən ancaq iş barəsində, ancaq sevgi barəsində və yaxud da ancaq, nə bilim, həyatımızın konkret bir tərəfini yaza bilmərik. Mütləq arzular yazılanda ailədə deyil, həyatımızda bir sosial varlığıq da, yəni həm sosial bir toplumun içində oluruq, var oluruq, yaşayırıq. Bir də öz balaca ailəmiz, doğduğumuz ailəmiz olur və yaratdığımız ailəmiz olur, hobilərimiz olur. Yəni ümumiyyətlə bir insanı götürün, həm evdə, həm çöldə, həm nə bilim mən, həm işdə, həm parkda, həm nə bilim bulvarda, fark etməz. Bir kişini bütöv olaraq dəyərləndirmək lazımdır və arzu yazaraq da bütöv yazmalısınız. Necə? Yəni, həm ailənizə aid yazılmalıdır arzular, həm də işinizə aid, həm də şəxsən özünüzə aid bəzi şeylər. Nə demək istəyirəm bilirsiniz? Yəni, arzular nəyi əhatə etməlidir? Həm münasibəti, birincisi, həm münasibəti, arzu yazarkən münasibət haqqında da yazın, ailə, yoldaş, uşaqlar, qohumlar. İkincisi, arzular nəyə əhatə etməlidir? Ətraf, çevrə, dostlar, iş yoldaşları. Üçüncüsü, bu rütbədir, yəni rütbələr, statuslar. Dördüncüsü, yaşam kalitəsi, bütçə, maaş, maddiyat. Bunun haqqında yazmalısınız, hədəflər. Sonra beşincisi, sağlıq mütləq yazılmalıdır. Arzuların içərisində dış görünüş, vücud sağlığı, ideal çəki. Yəni arzular yazarkən bu punktları da unutmayın, xahiş edirəm sizdən. 6-cı ruh sağlığı, sənət, din, meditasiya gibi. 7-ci hobi, səyahət, istirahət. 8-ci isə inkişaf, kitab oxuma, kurs, dərs gibi. Yəni çalışın ki, məsəl üçün bir arzunuz hobinizə aid və yaxud da səyahətə aid, istirahətə aid olsun. Biri inkişafa aid, biri ruh sağlığına, meditasiyaya, dinə, sənətə, ibadət etmək istəyirsiniz, onun barəsində yazın, gündə neçə dəfə, necə, sağlıq haqqında.
kilonuz haqqında, yaşam kalitəsi, büdcəniz, maaşınız, hansı vəzifə, hansı rütbəyə gəlmək istədiyiniz, ətrafınızdakı dostlara belə yazmalısınız, iş yoldaşlara belə yazmalısınız ki, belə insanlarla işləyirəm, belə elə ailə, yoldaş, uşaqlar və sizin üçün dəyərli olan qohumlar. Belə. Yəni qısa konkret bu qədər izah edə bildim. Arzuların bu yazılma əsas qaydaları idi ki, negativ kəlmələr istifadə etməyin. Kreditiniz varsa təkrarlayıram. Kredit sözünü kullanmayın. Öncə borc yazın. Onu dediyim gibi. Borcunuzu da uca kredit kapandıktan sonra uca borç kəlməsini də kullanmamağa çalış. Çünki əslində də ikisi də negativdir. Amma borcu yine kullanmaq olar, kreditiniz varsa. Amma kreditiniz yoxdursa heç borc da kullanmayın. Belə. Çünki borc başqa insanın köləsi olursan da, yani kiməsə borclu qaldınsa və yaxud da kiməsə borc verdinsə, genelde o iki başlı köləlik gibi görəm onların ikisində. Yəni belə. Bugünlük bu kadar. Herkese salam. Severek hazırladığım ve karşınıza severek geldiğim güzel bir eğitim dolu bir səs zapt edirəm sizlər üçün. Niyə görə çox sevirəm? Çünki həqiqətən də öz üzərimizdə, komandamız üzərində işləmişik, işlədiyini görmüşük, ona görə sizinlə paylaşıram. Kitablardan götürülüb, eğitimlərdən götürülüb, çox dəyərli, bahalı təlimlərdən götürülüb. Ona görə uygulayın və onun nəticəsini görün. Demək başlayaq. Arzular. Siz bilirsiniz ki 8 təməl daşının ən önəmli kısmı da arzu. Arzu böyük olmalıdır ki, sənə ona doğru gedərkən, onunla mübarizə edərkən çoxlu gücünüz olsun. Deməli, başlayaq. Arzular necə yazılmalıdır? Birinci, arzularınızı indiki zamanda yazırıq. Məsəl üçün, evimizi artıq almışıq, evimizi artıq tikmişik. Sonra gözəl bir proyekt yaratmışam. Arzularımın arzusu olan, ne bileyim, süt şirkətini, indi ağlıma süt şirkəti gəldi və yaxud da ne bileyim, Nike şirkəti yaratmışam. Sonra indi davam edək. İkincisi, heç vaxt mən istəyirəm yazmayın deməyin. Yəni istekler hərəkət bitmir, daim istəyəcəksiniz. Yəni ki, mən istəyirəm demək olmaz. Niye o demək olmaz? Çünki bu bir konkret bir arzu değil. Mən istəyirəm. Sən ömrü billah istəyib, elə istəyirsə də ölə bilərsən də. Yəni mən hər il istirahət etmək istəyirəm, hər il də istirahət etmək istəyəcəksən, amma burada bir konkret bir necə deyim, şuuraltıya göndəriləcək heç bir şey yoxdur burada. Sadəcə istəyinizi artıracaq o qədər. Amma siz desəz ki, mən yoldaşımla 2025-ci ilin mart ayında Kanadaya uçdum. Və yaxud da Kanadaya uçduğum üçün çox huzurluyum, çox xoşbəxtəm, çox bəxtəvərəm məsəl üçün. Bax o zaman gedəcəksiniz. Çünki siz burada həm gedəcəyiniz ölkəyə dəqiq deyirsiniz, həm ili dəqiq deyirsiniz və s. Və yaxud da biz yoldaşımla 2025-ci il ərzində 8 ölkəni və 8 ölkələrə hansını istəyirsiniz yazmalısınız. Səyahət etdik. Üçüncü arzuların qaydası, özünüzə sınırlar, qadağalar qoymayın. Yəni necə sınırlar, qadağalar qoymayın? Yəni pulunuza görə arzuları yazmayın. Tutaq ki, deyək ki, siz 200 manat maaş alırsınızsa, oturub düşünməyin ki, mən 200 manat maaş alıram. Mən hansı ağıldan, yaxud da nəyə əsasən durub arzu yaza bilərəm ki, mən tutaq ki, nə bilim, 100 min manatlıq ev istəyirəmsə, hesablayıram, vururam, bura bir görürəm ki, mən yeməyimi güclə çatdıram, bunu necə eləyə bilərəm? Mümkün deyil. Xeyr, biz arzuları yazarkən hədəflərimizi çox yüksək tutmalıyıq. Arzularımızı çox böyütməliyik. Siz arzu yaza görəcəksiniz ki, siz böyük arzular yazmağı bilmirsiniz. Çünki beyin buna hazır deyil, şuuraltı buna hazır deyil. Elə insanlarla qarşılaşmışıq ki, arzu yazmağı belə bilmir. Çünki heç vaxt bunu etməyib. Çünki ancaq qarnı üçün güclə qazanıb, ona görə başqa şeylər düşünə bilməyib beyin. İndi siz isə beyninizi böyük hədəfləri, böyük arzuları yazmalısınız.
Tutaq ki, sizin artıq arzularınızı gerçəkləşdirəcək bütün imkanlarınız var. Oturub elə arzuları yazmalısınız. İstədiyiniz maşını, istədiyiniz evi, istədiyiniz işi, istədiyiniz maaşı və s. Məsələn, mən öz avtomobillə gəzməyə gedirəm. Mən öz avtomobil də deyəndə siz hansı avtomobil? Məsəl üçün mən Nissan Sunny qırmızı, indi siz maşının adını da deməlisiniz, maşının nömrəsinə qədər, maşının modelinə qədər, rənginə qədər, nə bilim mən neçənci ili olmağına qədər. Yəni siz bunların hamısını yazmalısınız. Və özüm, yoldaşım, bir də burada nəyə demək istəyirdim? Özünüzə sınırlar qoymayın məsələsində. Yəni istədiyiniz hər bir şeydə gəzməyi, səyahət etməyi, avtomobili, yəni həyatınızda başqalarına həsədlə baxdığınız hər hangi bir şey var ha. Gəzmək olsun, yurt dışına getmək olsun, oxumaq olsun. Yaşınız neçə olursa olsun, heç bir zaman istəməkdən, arzulamaqdan vaz keçməyin. Çünki kimin gələcəkdə nə olacağı bunu heç kimsə bilmir. İndi davam edirik. Deməli, dördüncü arzumuz, yəni burada общий zaman sınırı qoymayın. Общий zaman sınırı nə mənada deyirəm? Ümumi zaman sınırı qoymaq olmaz. Məsəl üçün, deməməlisiniz ki, məsəl üçün, mən yazda özümə maşın alacağım. Hər il yaz olur və yazın da 3 ayı var, bilirsiniz. Bu konkret deyil. Arzular konkret olmalıdır, aydın olmalıdır. Çünki siz nə istədiyinizi özünüz bilmirsinizsə, bunu nə Allahdan istəyə bilərsiniz, nə ətrafınızdan istəyə bilərsiniz, nə də şuur altınızdan istəyə bilərsiniz. Siz şuur altınıza impuls göndərirsiniz də, yəni onu yazarkən şuur altınıza net bir mesaj göndərirsiniz ki, o həftələr, aylar içərisində oraya yavaş-yavaş işləyəcək. Əgər siz bir şeyə 50 il ərzində nail olacaq edirsə, düşünün 5 il ərzində nail olacaqsınız. Çünki biri var ki, sadəcə fikirdə olsun, bir də var ki, şuurda, fikirdə yox, şuurda və şuuraltıda olsun. Şuurda olmaq önəmli deyil, konkret şuuraltıya oturmalıdır. Deməli, başa düşdünüzdə, yəni tutaq ki, mən yayda, nə bilim, Elanas və yaz statusuna çatacağım. Hansı yayda, hansı ilin yayında? Yay da demək olmaz, hansı ayda? Yəni yayın da 3 dənə ayı var. Ona görə siz deməlisiniz ki, mən tutaq ki, iyul ayının 2025-ci ilin iyul ayının 2-ci həftəsi və yaxud da nə bilim 25-i, necə istəyirsiniz, çox gözəl ev aldım. Maksimumda detay verin. 2 mərtəbəli, nə bilim, nə arzunuz varsa, patoloqun hündürlüyü, nə bilim, evin içində nələr olar, nələr yerləşənə qədər, kravatın fasonuna qədər, nə bilim, qapının rənginə qədər, nə qədər maksimum detay versəniz, bilin ki, o maksimumda sizin qarşınıza çıxacaq. Davam edirik. 5-ci arzuların yazma qaydası da odur ki, siz arzuları ancaq özünüz üçün yaza bilərsiniz. Yəni ki, öz arzularınızı yaza bilərsiniz. Başqasının yerinə yazmaq arzu olmaz. Məsələn, yoldaşın yerinə arzularını yaza bilməzsiniz. Amma, yəni, necə yaza bilərsiniz? Belə deyim də sizə. Mən yoldaşımın maaşını yüksəltdikləri üçün çox huzurluyam. Və yaxud da bütün ailə üzvlərim sağlam olduğu üçün çox xoşbəxtəm. Necə yazmaq olmaz. Mən istəyirəm ki, yoldaşımın maaşı yüksək olsun. Belə yazmaq olmaz. İstəyirəm, bilirsiniz də, qətiyyən olmaz. Bir də ki, burada bir konkretlik yoxdur.
və siz yoldaşınızı burada ancaq onunla əlaqədar bir mesaj verirsiniz. Amma siz desəz ki, mən yoldaşımın maaşını yüksəltdikləri üçün və yaxud da yoldaşımın maaşı 2000 manat olduğu üçün çox sevincliyəm. Necə də bir də necə yazmaq olmaz, belə də yazmaq olmaz. Mən ailə üzvlərimin xəstə olmağını istəmirəm. Belə də yazmaq olmaz. Siz yazmalısınız ki, bütün ailə üzvlərim sağlam olduqlarına görə Allahıma minnətdaram, Allahıma şükr edirəm. Necə deyim, çox sevincliyəm, çox huzurluyam, çox xoşbəxtəm. Seçin də indi bu gözəl sözlərdən yazın. Davam edirik. 6-cı arzuların qaydası. Arzuları yazarkən plan gibi, məqsəd gibi yazmayın. Yəni necə bilirsiniz, yəni yüksək tutun. Tutağım ki, mən belə izah eləyim sizə. Bilirsiniz ki, Google şirkətində ya Google kompaniyasında işə girmək çox çətindir. Siz yüksək səviyyədə ingilis dili bilməlisiniz, hansısa bir kurslardan keçməlisiniz, institutun səviyyəsi var, balı var, ortalama bir ton isteklər var. Siz yazmamalısınız ki, mən bu kursu keçdim, bunu elədim, bunu elədim, yəni hədəfə çatmaq. Siz prosto konkret yazmalısınız. Mən Google kompaniyasında işlədiyim üçün çox mutluyam da yaza bilərsiniz, çox xoşbəxt yaza bilərsiniz. Çox xoşbəxtəm. Və yaxud da mən artıq Google kompaniyasında işləyirəm. Və burada işlədiyim üçün də özümdən fəxr edirəm, belə yaza bilərsiniz. Yəni, nə demək istəyirəm bilirsiniz? Arzuların detaylarına girməyin. Arzu yazarkən detay verin. Maksimum istədiyin gibi xırdalıqlara qədər yazın. Amma o arzuya ulaşmaq üçün çox proseslər etməlisinizsə, çox mücadilələr, məqsədlər qoymalısınızsa, onları yazmayın. Qətiyyən yazmayın. Niyə bilirsiniz? Çünki siz məqsəd yazmırsınız, arzu yazırsınız. Onsuz da sizin o məqsədlərə ulaşmaq üçün yavaş-yavaş pillə-pillə edəcəyiniz aylıq məqsədləriniz olacaq bu işlə bağlı və yaxud etdiyiniz işlə bağlı, əlavə işlə bağlı. Və onları yaza siz o hədəfə günü-gündən yaxınlaşacaqsınız onsuz da. Ona görə gerek yox. Yəni başa sala bildim də sizə. Arzu yazarkən maksimum xırdalıqlara qədər hər şey istədiyiniz gibi yazırsınız. Amma imkanınıza görə və yaxud nə bilim o pillələri, etapları hansı ki o arzuya gəlib çatacaq, onları yazmayın. Konkret yazın ki, mən məsəl üçün EONAS şirkətinin investoru olduğum üçün Allaha minnətdaram. Və yaxud da mən artıq EONAS şirkətinin investoruyam. Daha yazmayın ki, EONAS Viyanı keçməliyəm, sonra Argento'yu keçməliyəm, sonra nə bilim nə. Yəni, bu aid arzular dəftərində yazılan arzulara. Məqsədlərdə isə bunu yazmaq olar. Öncə məqsədlərdə isə pillə-pillə gedəcək. Öncə EONAS Viya, sonra pillə ilə digərləri. Başa sala bilirəm də, amma şəxsi arzular, isteklər, siz bunları yavaş-yavaş yazmalısınız ki, o yazmağı öyrənəsiniz. Çok uzatdım. İndi gedək 7-ci arzuya. Yəni 7-ci arzu edərkən qurala. Bura paradır. Burada para ilə əlaqədar sırf mən çox pul istəyirəm, mənim çoxlu pulum var, mən çox başımdan pullar tökülür, nə bilim, belə şeylər yazmaq olmaz. Yəni bu arzunun kurallarından biridir. Arzu yazarkən necə yaza bilərsiniz pulla əlaqədar? Belə yaza bilərsiniz. Mən zənginlik, bolluq içində yaşayıram. İstədiyimi hər şey ala bilirəm. Mən huzur, sevgi içində yaşayıram. Pul mənə asan, tez, hər yerdən gəlir. Belə şeylər yazmaq olar. Yəni sırf başımdan pul tökülür, nə bilim pulun içində üzürəm, nə bilim mən pullar ətrafımda fırlanır. Belə arzular yazmaq olmaz. Yəni pul da yazanda elə yazmalısan ki, mən izah etdiyim kimi. İndi keçirik 8-ci arzunun şərti. Bu kreditdir. Kredi sözü istifadə etmək olmaz. Borc sözü istifadə etmək olmaz. Ümumiyyətlə negativ heç bir şey istifadə etmək olmaz. Siz deyə bilərsiniz ki, heç kimə borcum olmadığı üçün çox xoşbəxtəm. Belə olar. Heç kimə borclu
deyiləm. Heç kimə artıq borcum yoxdur. Demək olmaz ki, mən kreditimi bağladığım üçün çox xoşbəxtəm. Belə yazmaq olmaz. Yazmayın belə. Kredit sözünü istifadə etməyin. Borc sözünü istifadə etməyin. Yəni əslində belə demək olar. Yəni yəni ki yəni borc, kredit sözü götürmək olmaz. Kredit yəni ki bir negativdir. Kredit daha da krediti şuuraltıya bağlayır. O necə ki biz negativ düşünürük və negativ həyatımızda çoxalır. Kredit də həmçinin. Krediti çox düşünərsinizsə həyatınızda kredit çoxalır. Ona görə kredit sözünün yerinə yəni heç kimə borcum olmadığı üçün çox xoşbəxtəm yaza bilərsiniz. Amma krediti bağladıqdan sonra ümumiyyətlə heç borc sözünü də istifadə etməməyi məsləhət görərdim sizə. Çünki mən çalışıram ki, nə borc, nə kredit, nə negativ heç bir şey istifadə etməyim. Amma həyatınızda kredit varsa, heç kimə borclu olmadığım üçün çox xoşbəxtəm yazın. Kreditə bağladıqdan sonra o borc sözünü belə artıq kullanmayın, yaxşımı? Bunu necə sizə düzgün izah edim deyə biraz düşündüm, amma yazdıq. İndi də davam edək. 9-cu arzuların qaydası odur ki, heç bir zaman prestij, mod, dəbdəbə, nə bilim, şeylərin arxasınca getməyin. Sizi mutlu və xoşbəxt edən şeylərin arxasınca gedin və elə də planlarınızı yazın. Tutaq ki, siz Samsung telefonunu seçirsiniz, sevirsiniz, bəyənirsiniz, amma ətrafınızda hamı da iPhone-dur deyə həm gedib bahalı iPhone alıb, həm də başqalarının gözünə girib, həm də borca girməkdənsə, yəni lütfən o Samsung telefonunu alın, öz istədiyiniz sevdiyiniz telefonu, qalan pulla da özünüzə balaca bir biznes qurun. Nə bilim, mən yeni bir işə başlayın, tutaq ki, əyanət şirkətinin üzvü olun, məsəl üçün də bir biznes plan alın gibi. 10-cu arzuların şərti isə orada deyir ki, bu kəlmələri istifadə etmək olmaz. Yazarsınız, olmasın, istəmirəm, yaxşı ki, olar, istərdim, olacaq, etmək, götürəcəm, kuracağım, kazanacağım, kazandıracağım, edəcəm, olmaq, olmasıdır, olmağı, görməyi, işləməyi, işdə, işləməyi. Bu kəlmələr kullanılmamalıdır. Arzular indiki zamanədə etmişəm, olmuşam, artıq var, mənimdir. Yəni ki, bacarmışam, etmişəm, yaşayıram. İndiki zaman. Bir də belə şeylər də yaza bilərsiniz. Mən hər gün yeni pulsuz dərslərə, marafonlara qatılıram. Mən hər gün yeni məlumatlar alıram. Yeni bilgilər öyrənirəm. İndi keçək, bir də sizə bunu da deyim və daha da dərinə getmək istəmirəm. Biz arzuları yazarkən ancaq iş barəsində, ancaq sevgi barəsində və yaxud da ancaq nə bilim, həyatımızın konkret bir tərəfindən yaza bilmərik. Mütləq arzular yazılanda ailədə deyil, həyatımızda bir sosial varlığıq da, yəni həm sosial bir toplumun içində oluruq, var oluruq, yaşayırıq. Bir də öz balaca ailəmiz, doğduğumuz ailəmiz olur və yaratdığımız ailəmiz olur, hobilərimiz olur. Yəni ümumiyyətlə bir insanı götürün, həm evdə, həm çöldə, həm nə bilim mən, həm işdə, həm parkda, həm nə bilim bulvarda, fark etməz. Bir kişini bütöv olaraq dəyərləndirmək lazımdır və arzu yazaraq da bütöv yazmalısınız. Necə? Yəni həm ailənizə aid yazılmalıdır arzular, həm də işinizə aid, həm də şəxsən özünüzə aid bəzi şeylər. Nə demək istəyirəm bilirsiniz? Yəni arzular nəyi əhatə etməlidir? Həm münasibəti, birincisi, həm münasibəti, arzu yazarkən münasibət haqqında da yazın, ailə, yoldaş, uşaqlar, qohumlar. İkincisi də arzular nəyə əhatə etməlidir? Ətraf, çevrə, dostlar, iş yoldaşları. Üçüncüsü bu rütbədir, yəni rütbələr, statuslar. Dördüncüsü nəyi? Yaşam kalitəsi, bütçə, maaş, maddiyyat. Bunun haqqında yazmalısınız.
hədəflər. Sonra beşincisi sağlıq mütləq yazılmalıdır. Arzuların içərisində dış görünüş, vücud sağlığı, ideal çəki. Yəni arzuları yazarkən bu punktları da unutmayın, xahiş edirəm sizdən. 6-cı ruh sağlığı, sənət, din, meditasiya gibi. 7-ci hobbi, səyahət, istirahət. 8-ci isə inkişaf, kitab oxuma, kurs, dərs gibi. Yəni çalışın ki, məsəl üçün bir arzunuz hobbinizə aid və yaxud da səyahətə aid, istirahətə aid olsun. Biri inkişafa aid, biri ruh sağlığına, meditasiyaya, dinə, sənətə, ibadət etmək istəyirsiniz, onun barəsində yazın, gündə neçə dəfə, necə. Sağlıq haqqında, kilonuz haqqında, yaşam kalitəsi, büdcəniz, maaşınız, hansı vəzifə, hansı rütbəyə gəlmək istədiyiniz, ətrafınızdakı dostlara belə yazmalısınız, iş yoldaşlara belə yazmalısınız ki, belə insanlarla işləyirəm, belə elə, ailə, yoldaş, uşaqlar və sizin üçün dəyərli olan qohumlar. Belə. Yəni qısa konkret bu qədər izah edə bildim. Arzuların bu yazılma əsas qaydaları idi ki, negativ kəlmələr istifadə etməyin. Kreditiniz varsa təkrarlayıram. Kredit sözünü kullanmayın. Önce borc yazın. Onu dediğim gibi. Borcunuzu da uca kredit kapandıktan sonra uca borç kəlməsini də kullanmamağa çalışın. Çünki əslində də ikisi də negativdir. Amma borcu yine kullanmaq olar, kreditiniz varsa. Amma kreditiniz yoxdursa heç borc da kullanmayın. Belə. Çünki borc başqa insanın köləsi olursan da, yəni kiməsə borclu qaldınsa və yaxud da kiməsə borc verdinsə, genəldə o iki başlı köləlik gibi görəm onların ikisində. Yəni belə.